Salam, mən Zümrüd Əsədova, psixoloq, coach, həyata yanaşmanın fərqliliklərini izah eləmək istəyərdim. Biz həyatı ya planlaşdırırıq öncədən və yaxud da ki, onu spontan şəkildə yaşayırıq. Əslində bunların ikisini qarışdırmaq da mümkündür və bu ikisini biz həyatımıza necə tətbiq edirik və ən faydalı şəkildə necə edə bilərik deyə bu haqda biraz danışmaq istəyirəm. Spontan yaşayış tərzi əslində bir tərəfdən həm yora bilər, amma eyni zamanda çox maraqlı ola bilər. Özəllikləri nədir? Daimi olaraq yenidir, nələrsə planlaşdırmırıq və yaxud da ki, nəyisə əvvəlcədən yaşadığımızı bilmirik. Ancaq planlı bir həyatda biz artıq güvənirik ki, indidən sonraki addımımız nədir? İnsan özü seçə bilər ki, hansı nüanslarda, hansı vaxtlarda spontan olmağı seçir və yaxud da ki, nə vaxt sırf planlı getməyi seçir. Və əvvəlcədən götürsək, uşaqlığımızdan bəri təqribən də olsa valideynlərimizin bizlə bağlı bəlli bir planları var. Biz böyüdükcə bu planların içində yaşayırıq və bu planlara riayət etməyə çalışırıq. Bəzən də təbii ki, üsyan edirik. Ancaq ki, bu nə qədər effektivdir və nə qədər bizim üçün yararlı ola bilər, bu haqda oturub danışmaq lazımdır. Və bunu sizin həyatınızı planlaşdıran insanlarla da danışmaq lazımdır. Eyni zamanda özünüzlə. Özünüzlə təkbətək danışmaqda çətinlik çəkirsinizsə, bu iş üçün psixoloqlar var və yaxud da ki, coachlar var. Bunları edə bilərsiniz. Ancaq ki, əsasən diqqət eləməyə lazımdır ki, həyatımızda nəyin baş verdiyini daha yaxşı bilək. Spontan həyat olaraq götürsək və yaxud da ki, planlı həyat olaraq götürsək, hər ikisi özünə görə dəyərlidir, mənfiləri və müsbətləri var. Hal-hazırda mənfiləri, müsbətləri üzərindən getməyək, ümumi nəzərə salaq. Ümumiyyətlə, nə üçün lazımdır, bizim həyatımızda nə baş verir, onu bilmək. Ümumiyyətlə, fərqindəliyimizi artırmaq üçündür hamısı. Çünki psixoloqlar, coachlar və ya ruhi inkişaf müəllimləri və s. hər birinin bizə əsas olaraq etmək istədiyi kömək bundan ibarətdir ki, həyatımızda baş verənləri başa düşək. Və nəinki başa düşək, eyni zamanda fərqində ola bilək. Fərqində olmağımız bizə fərqindəlik qazandırır. Nə qədər bizim həyatımızda baş verənlər baxımından fərqində isə bir o qədər həyatımıza təsir eləyə bilirik. Təsir mexanizmimiz hardan irəli gəlir? Fərqindəliyimizdən. Çünki fərqində olanda biz enerjimiz daxilimizdə fokuslanır və eyni zamanda bədənimizə yönəltdiyimiz üçün enerjimizi biz həyatımıza birbaşa təsir edə bilirik. Amma axında gediriksə və yaxud da ki, başqalarının bizim üçün qurduğu plan üzrə gediriksə, biz burada daha çox sadəcə hərəkət edirik. Ancaq yaşadığımızı hiss etmək və yaxud da ki, enerjimizi bərpa etməkdə biraz çətinlik çəkə bilirik. Ümumiyyətlə, o faktı götürsək, diqqətimiz hardadır, enerjimiz də oradadır. Biz planlı həyatımız olanda istər-istəməz gedişatı bildiyimiz üçün ona asanlıqla çata bilirik. Ancaq planlı deyilsə, biz burada çətinlik çəkirik, çünki daimi olaraq axtarışdayıq. Ona görə həyatımızın bəlli bir addımları planlı olmalıdır və bu planın içində artıq biz kreativliyimizi göstərərək, yaradıcılığımızı ifadə edərək artıq bəlli bir dəyişikliklər edə bilərik. Buna görə də dəyişikliklər əslində həyatın rəngləri ilə bağlıdır. Ancaq planın da öz önəmi var. Çünki biz planlı hərəkət edə biliriksə, bir o qədər həyatımızı idarə edə bilirik. Ancaq ki, yaşayıram duyğusu və yaxud da ki, hiss edirəm sırf spontanlığın içində olur. Ona görə həyatımızda bəlli bir addımlar planlı, daxilində olan proseslər isə bizim yaradıcılığımızdan asılı olmalıdır və anında reaksiya verməyimizdən asılı olmalıdır. Ümumiyyətlə belə deyək. Həyatımızın biznes planı olmalıdır. Çünki həyatımızı gedişatını görməyimiz üçün bizim yazılı şəkildə görə biləcəyimiz və lazım olduqda kimləsə düzgün şəkildə bölüşə biləcəyimiz bir planımız olmalıdır. Təbii ki, həyat tam olaraq istədiyimiz kimi plan üzərində getməyə bilər. Ancaq ki, biz bu planı nə üçün eləyirik? Ki, bizim görüşümüz olsun, yəni visionımız olsun ki, mən hara gedirəm. Və bu zaman davranışlarımızı, sözlərimizi, hərəkətlərimizi buna əsasən formalaşdıra bilərik. Nə qədər çox formalaşdırsaq, bir o qədər də həyatımız istədiyimiz kimi olur. Belə deyək, həyatımız haqqında yazdıqlarımız bizim üçün bir filtr rol oynayır. Yəni, indi edəcəyim, indi seçəcəyim ev, indi seçəcəyim maşın, indi gedəcəyim şəhər mənim ümumi görmək istədiyim həyata uyğundurmu? Yaşamaq istədiyim həyata uyğundurmu? Bu yazacaqlarınız sizin üçün həyatınızda ən vacib bir filtr rolunu oynayacaq. Və bu yazacağınız yalnız
həyatınız haqqında deyil, eyni zamanda özünüz haqqında olmalıdır ki, mən necə insan olmaq istəyirəm və ümumiyyətlə mən necə həyat yaşamaq istəyirəm deyə yazdıqda artıq bəlli olur ki, mənim indidən sonraki addımım təqribən də olsa necə olmalıdır. Və yaxud da ki, özümdə hansı bacarığı, hansı biliyi inkişaf etdirsəm, bu mənim üçün yararlı olacaq və mən necə insan olmaq istəyirəm, ona uyğun olacaq və eyni zamanda mənim necə həyat qurmaq istəyirəmsə, ona uyğun olacaq. Sonra biz nəzərə ala bilərik ki, mənim ətraf mühitim bu plana nə qədər uyğun gəlir, mənə təsir edən insanlar, mənə təsir edən çevrə nə qədər mənim bu planıma uyğun gəlir və mənə nə qədər kömək ola bilir. Həyata baxışı görmək üçün ilk öncə nə etmək olar? Əlbəttə ki, meditasiya etmək olar. Meditasiya edərkən təsəvvür eləmək lazımdır ki, indi hardayam. Dərin bir nəfəs alırıq. 3 dəfə dərindən nəfəs aldıqdan sonra baxmağa başlayırıq gələcəyə. Yəni, nə baş verəcəyi, necə olacaqdan daha çox özüm necə insanam, hardayam, nələrlə məşğulam, nələr məni sevindirir, həyatımda nələr var, 5 il sonra, 10 il sonra, 15 il sonra, 20 il sonra nələr var deyə qabağa baxmağa başlayırıq. Və bu meditasiyanı bir dəfə deyil, təbii ki, tez-tez etmək olar. Nə qədər çox etsək, o qədər biz görməyə başlayırıq. Yəni, görmə qabiliyyətimizi inkişaf etdirməyə başlayırıq. İkinci variantı nədir? Biz valideynlərimizin həyatına baxırıq. Yəni, anam necə həyat yaşayıb, atam necə həyat yaşayıb, harda oxuyub, nə ilə məşğul olub, hansı xəyalları var idi və daha sonra nəyə çatıb. Və bunu analiz etdikdən sonra sizin üçün bəlli bir rəsm olacaq ki, sizin həyat gedişatınız təqribən necə olacaq. Bu demək deyil ki, bunu dəyişdirmək olmaz. Əlbəttə ki, olar. Sadəcə olaraq nəyə proqramlaşdırıldığınızı və ətrafınızda nə olduğunu təqribən bilməlisiniz. Nəyə proqramlaşdırdığımızı bilirik. Axır bir ailə olaraq, yəni bizim ailəmiz təqribən nəyə proqramlaşdırılıb, onu müəyyənləşdiririk. Yəni nənəm necə həyat yaşayıb, babam necə həyat yaşayıb, anam, atam, qardaşlarım, bacılarım. Əgər hansısa fərqli bir həyat yaşayıbsa, mütləq şəkildə bunu daha detallı analiz etməyə lazımdır ki, necə mümkün olubdur ki, o fərqli yaşaya bilib, nəyi düşünüb, nəyi istəyib və nəyə nail olub və s. Eyni zamanda bunları analiz etdikdən sonra hansı mühitdə böyüdüklərini analiz edin. Onlar necə mühitdə böyüyüb və siz necə mühitdə böyümüsünüz? Fərqliliyiniz nələrdir? Bu təbii ki, çox böyük bir işdir. Ancaq ki, həyatınızı istədiyiniz kimi başa düşməyə, yön vermək üçün bu çox vacib bir işdir və hər insanın etməli olduğu bir işdir. Yəni, ümumi götürsək, psixoloqların etdikləri nədir? Sırf bunu analiz edirlər, bunu müəyyənləşdirirlər və bununla işləməyə başlayırlar. Özünüz edə bilərsiniz. Təbii ki, bunun üçün detallı bir yazı yazmaq lazımdır, müəyyənləşdirmək lazımdır və ən əsası da ətrafınızda olan insanlarla maraqlanmağınız lazım olacaq və ən başlıca da valideynlərinizlə, onların həyatı ilə, onların arzuları ilə, xəyalları ilə, nə istəyib çatıblar, nə istəyib çatmayıblar və s. Düşünməyin ki, bunu etmək çox az vaxtınızı alacaq. Təbii ki, vaxtınızı çox ala bilər. Ancaq buna dəyirmi? Bəli, dəyir. İlk öncə həyatınızı idarə edirsiniz. İkincisi, artıq hər hansı bir mütəxəssisin yanına gedəndə əlinizdə çox böyük bir material olur ki, onun üzərində işləyə bilirsiniz. Və bu eyni zamanda onun göstəricisi olacaq ki, özünüzü tanıyırsınız, ailənizi tanıyırsınız, kim olduğunuzu və artıq avtomatik olaraq hara getdiyinizi bilirsiniz. Bunu nə qədər çox bilsəz, nə qədər çox həyatınızı kəşf edə bilsəz, çünki insan əsasən sadəcə yaşayır, amma nəyə yaşayır, niyə yaşayır, onu motivasiya eləyən nədir, bilmir. Sadəcə bəlli bir problemlə üzləşəndə artıq başlayır araşdırmağa ki, niyə baş verir və nədən baş verir. Siz hər hansı bir problemlə üzləşmədən artıq həyatınız haqqında məlumatlı olsanız, gələcəkdə bəlkə də bütün problemlərinizdən keçib getmənizə kömək olacaq bir nüans olacaq. Və eyni zamanda burada vacib olan nədir? Həm daxili olaraq hissiyat yaranmalıdır, mən hara gedirəm və eyni zamanda zehni olaraq fərqindəlik olmalıdır ki, mən nə yaşayıram və ümumiyyətlə hara gedirəm. Və bu gedişat da bayaq dediyim kimi həm spontan şəkildə ola bilər, həm planlı şəkildə ola bilər. Və bunun mütləq şəkildə bəlli bir
addımları planlı olmalıdır ki, içində hər hansı bir yaradıcılığınızı istifadə edib, spontanlığınızı göstərə biləsiniz, spontan şəkildə yaşaya biləsiniz və bu həyatınıza çətinlik qatmasın, əksinə rəng qata bilsin. Və bu prosesi edərkən ümumiyyətlə valideynlərinizdən və ətrafınızdakı yaxınlarınızdan çəkinməyin soruşmağa ki, səncə mən necə bir həyat yaşamalıyam? Və yaxud da ki, sən nə düşünürdün, mən necə həyat yaşayacağam? Bu məlumat sizin üçün çox önəmlidir. Çünki yaxınlarınız artıq şuuraltınıza bəlli bir məlumatları ötürüb, ana bətnində olarkən, uşaq olarkən, ona görə də onlarda nə qədər çox maraqlansaz, artıq sizin şuuraltı olaraq prosesinizdə nə baş verir, bu haqda məlumatda olacaqsınız. Bu isə sizə yeni bir qazanc olacaq. Çünki siz artıq özünüzü formalaşdırmaqda yetəri qədər istifadə edə biləcəyiniz bir material olacaq. Və eyni zamanda araşdırarkən böyüdüyünüz şəhəri, yaşadığınız dövləti də araşdırın. Hansı baxımından ki, bu dövlət, bu şəhər, bu qəsəbə necə bir insanları yetişdirir, insanlara necə təsir edir? Deyə bilərsiniz ki, mən bunu bilirəm, mən burada yaşamıram. Ancaq elə deyil. Eyni zamanda bu məlumatı sırf özünüzü kəşf etmə filtri ilə baxsanız, analiz etsəniz, əlavə nələrsə də özünüzdə kəşf edə biləcəksiniz. Çünki əgər mən kiməm sualına baxaraqdan mən necə bir mühitdə yaşadığımı analiz eləyirəmsə, mütləq şəkildə yeni məlumatlar əldə edəcəm ki, bu cəmiyyət, yaşadığım şəhər, yaşadığım dövlət, yaşadığım qəsəbə əlavə məndə hansı tərəfləri inkişaf elətdirir, əlavə məndə nələri yaradır. Və sizə deyə biləcəyim məsləhət və yaxud da ki, öz təcrübəmdən bölüşə biləcəyim bir şey ola bilər ki, insanın özünə qarşı edə biləcəyi ən yaxşı sevginin göstəricisi sırf özünə dəyər verməklə də yanaşı, sevməklə də yanaşı bir layihə kimi yanaşmasıdır. Yəni, o qədər ehtiyatla, o qədər detallı, o qədər maraqlanan şəkildə və o qədər planlı şəkildə özünə yanaşması insanın sırf özünə sevgisinin göstəricisidir. Yəni, həyatım necə keçir, mənə nə xoşbəxt edir, bunu bilmək, mən nə yaşamaq istəyirəm və bunu özümə yaşatmaq üçün nələr edə bilərəm deyə sualların olması, suallara cavabın olması, ən yaxşı versiyası necədir bu həyatın, mənim ən yaxşı versiyam necədir, yəni cəmiyyət üçün yox, özümün zövq alacağım tərzdə, özümə dəyər verə biləcəyim, özümdən xoşbəxt ola biləcəyim tərzdə mən necədir, bunu formalaşdırmaq və bununla yaşamaq sırf özünə olan sevginin göstəricilərindəndir. Özünə layihə kimi yanaşmaq, özünə hər hansı bir proses kimi yanaşıb önəmsəməmək mənasında deyil. Özünə layihə kimi yanaşmaq, özünə gəlir əldə edə biləcəyi ən böyük mənbə kimi baxmaq olar. Çünki nə qədər çox detallı analiz edərəkdən maraqlanan şəkildə yanaşsaq, bir o qədər də əldə edəcəklərimiz çoxalır. Əldə edəcəklərimiz nədir? Sevinç hissi, həzz, özünü idarə etmə, insanlara təsir edə bilmə, özünü ifadə edə bilmə, unikallıq, ali şuurla əlaqə, özünü hiss etmə, insanlarla hissləri yaşaya bilmək, sevgini ötürmək, sevgini qəbul edə bilmək, güclü olmaq, gücünü hiss etmək və s. və s. Yəni, bunun müsbət cəhətləri aşırı dərəcədə çoxdur. Və özünə layihə kimi yanaşmaq, özünü hər tərəfli anlamaq, özünü hər tərəfli kəşf etmək anlamına gəlir və eyni zamanda özünün ən yaxşı versiyasını, həyatın ən yaxşı versiyasını yaratmaq, fərqində olaraq yaşamaq mənasına gəlir. Ona görə də həyatınızın ən yaxşı versiyasını yaşamaq üçün özünüzü başa düşün, özünüzü kəşf edin və ən yaxşısını özünüzə yaşadın. Zümrüd Əsədova, psixoloq, coach və eyni zamanda sizin üçün çalışan və öz həyatını yaxşılaşdırmağa çalışan insan.